Qardaş sual verir ki, ərəb dilində əlhəmdu ifadəsi həmd olsun Allaha mənasını verir və çox möhtərəm, mübarək bir ifadədir. Oradakı hə hərfi ərəb dilində boğazdan çıxan xüsusi bir səsdir. Və bu hərfi hə, yəni incə hə, Allahu sözündə olan hə, yəni qəsd edir. Yumşaq hə ilə əvəzləmək ciddi şəkildə mənanı dəyişirmi və hansı mənaya gəldiyini də desəniz çox sevinərik. Günümüzdə bir çox müsəlmanların etdiyi yanlışlardandır. Bəli, məna dəyişir. Məsələn, əlhəmdu, həmidə, həmd etmək, şükr etmək, tərif etmək. Lakin həmədə, hətta lüğət kitablarına baxa bilərsiniz. Məsələn, həmədə raculu, yəni ey bi məna mətə raculu. Yəni həmədə ölüm deməkdir. Ölüm deməkdir. Məna dəyişir. Məna böyük məna dəyişir və xətadır. Amma insan bilməyə eləyirsə, düzəltmək lazımdır, başa salmaq lazımdır. Namazı səhihdir. Yox, bilə-bilə qəsdən edərsə namazı da sayılmaz, batil olar. Və çox önəmli bir şeydir. Və xüsusən də məscid imamlarından bəzən eşidirik bunu. Yəni bu çox qeyri-adi bir şeydir. Yəni məscid imamları Fatihə surəsini düzgün oxumalıdır. Məsələn, B hərfi ilə mim hərfini indiyə kimi qarışdıran məscid imamları var. Rabbil aləmin yerinə Rambil aləmin deyir. Rambil. Yəni oradakı B hərfi ilə mim hərfinin bəli məxrəci eyni olsa da, lakin bunların sifətləri tamamilə ayrıdır. Birində qalqalə sifəti var, digərindəğunnə sifəti var. Ona görə fikir verməyəndə Elhamdülillahi Rambil deyə eşidirik. Elhamdülillahi Rabbil. Hava axırı dayanmalıdır ki, B hərfini düzgün şəkildə tələffüz edək. Həmçinin burada da Elhamdu yerinə Elhamdu dedikdə məna pozulur və məna böyük bir xəta olur və kim bunu deyərsə, sözsüz ki, bilən adamlar başa salmalıdır, izah etməlidir ki, burada məna dəyişir. Dediyim kimi, həmədə racul bimə'nə mətə racul. Mətə, öldü. Yəni, ölüm deməkdir. Və məna dəyişir. Məna böyük bir xəta və səhvdir.